cavanlığın, bundan müğayət ol. Bu cavanlığın ki var ha, bunu Allahın yolunda keçirdi. Çünki qiyamətdə ömürdən ayrı soruşacaqlar. Ömrü soruşandan sonra cavanlığı harda keçirdin? Elə yaşa ki, cavan qocalanda cavanlara nəsihət verəndə utanmayasan. Yaxşı? Axı özü o cavanlıqda o günah elib utan deyəcək. Elə yaşa ki, sabah o cavanlığın sənə şəfaət eləsin. Əgər cavanlığında o cürlə yaşaya bilsin, qocalığında Allah çox əlindən tutar. Cavanlar, bəzi günahları heç eləməmişsiniz. Heç də elə bir gün. Gəlib gedib zehnindən bəlkə bir dəfə yoxlayım, yoxlama. Yoxlayanlar bədbəxt oldu.